Biz 20-ci əsrdən 21-ci əsrə keçəndə hər şeyimizi qoyduq 20-ci əsrdə. Nənələrin TikTokda oriental oynamağını görürəm. Artıq nənələr qalmır, nənələr dodaq şişirdirlər. Tarixdə bu cür əxlaqsızlıq indiki kimi özgüvən halında olmuyor. Ad çəkəcəm. Zaurlar, xoşqədəm, millət baxın, bu sizsiz. Bu güzgüdəki toplum, kütlə, millət nəsiz mən bilmirəm, amma bu sizsiz. Bax, bugün Azərbaycan mədəniyyətində it yəsini tanımır. Azərbaycan qadını dırnaq içərisinə çıxır və mənə deyir, sən haranın kimisən ki, sən məni qoruyasan. O mənlə bax, belə danışır. Müğənnilər o qədər belə irəli gediblər, artıq bəziləri avtoritet olublar. Lütfən bir əxlaq polisi yaradaq. Mən bu mədəniyyətsizliyə nifrət edirəm. Bir var mədəniyyət adı, bir də var gerçəkdə olan mədəniyyət. Mədəniyyət sözü Azərbaycanda var. Mədəniyyət Nazirliyi var, mədəniyyət abidələri var, mədəniyyət ocaqları var, muzeylər filanlar, teatrlar, konsertlər filan beş məkan. Amma və bu mədəniyyətin missiyası Azərbaycan insanını hər zaman önə, ucalığa, daha yüksəyə aparmaq əslinə qalanda və Azərbaycan insanını daha ali məqamlara aparsın. Əslində belə olmalıdır. Və sual çıxır ortaya, acaba belədirmi? Təəssüf ki, belə deyil. Bugünkü Azərbaycan mədəniyyətinə rahatlıqla mədəniyyətsizlik də deyə bilərik biz. Çünki biz əsasən bunu deyəndə nəzərdə tuturuq televiziyalarımızdan, mətbuatımızdan, niyə televiziya, mətbuatı qeyd edirəm? Çünki televiziya və mətbuat hətta qapını döymədən də hər birimizin evinə girə bilirlər. Sosial şəbəkələr də təbii ki, onun içində var. Təəssüf ki, bizim evimizə girən televiziyalar, sosial şəbəkələr bugünkü Azərbaycan zamanla, belə deyək də, Həsən bəy Zərdabidən başlayan, belə deyək, ilkel televiziya, radio başlandığı gündən üzü bu yana qurulan, yaranan bir televiziya ənənəsini, teatr ənənəsini və yaxud mətbuat ənənəsini demək olar ki, mən hardasa bunu dedim, biz 20-ci əsrdən 21-ci əsrə keçəndə hər şeyimizi qoyduq 20-ci əsrdə. Bu hər şey deyəndə abrımızı orada qoyduq, həyamızı orada qoyduq, ismətimizi orada qoyduq, təəssüf ki, namusumuzu orada qoyduq, qeyrətimizi orada qoyduq. Əvvəllər kişilər başına buxara papaq qoyardılar. Sən demə, o buxara papaq başdan çıxarılanda təkcə buxara papaq yox, elə qeyrət də o buxara papaqla getdi. Mən biraz belə mistik formada bunu deyirəm də, çox şeylər onlarla getdi. Yaylıqla getdi, ismətimizdə, abrımızda, həyamızda. Bugün Azərbaycan mediası da, Azərbaycan televiziyası da demək olar ki, təəssüf ki, çox təəssüf ki, aşağı-yuxarı ləyaqətsizliyin üstündə var olur. Sizi videodan ayırdığımız üçün üzürlü sayın. Miraç YouTube kanalının mənəvi dəstəyə ehtiyacı var. Kanalımıza abunə deyilsinizsə, abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın. Əgər maddi dəstək olmaq istəyirsinizsə, Aşağıda gördüyünüz Patreon linkinə daxil olaraq bizə dəstək ola bilərsiniz. xoş izləmələr. Maraqlı verilişlər var, maraqlı nələrsə var dövlət kanallarında, tutaq ki, mədəniyyət
Azərbaycan televiziyasının mədəniyyət kanalında nələrsə var. O da olmasa lap biabırçılıq olar axı. Var, amma və lakin bugün daha üzdə olan, daha insanların həyatına, insanların yaşamına birbaşa təsir göstərən bir mədəniyyətsizlik var ki, bu bizim birbaşa evimizə girir. Biz elə bilirik ki, biz övlad tərbiyə edirik. Bizə elə gəlir ki, biz övlad tərbiyə edirik. Amma artıq bugün bizim övlad tərbiyə eləməyimizin heç nəyə bir aidiyyatı yoxdur. Çox təəssüf. Çünki artıq bugün tənbəl analar yetişir, tənbəl atalar yetişir. O tənbəl analar övladının nazını, qəmzəsini çəkməkdənsə rahatlıqla əllərindəki telefonu o uşağa verirlər, uşağı susturmaqdan ötürü. Uşaq da belə deyək, knopkaları basa-basa telefonda maşallah da, telefonda reklamlar deyək, nələr deyək. Artıq uşaq məsələn bizim analarımız, nənələrimiz bizi, mənim yadıma gəlir ki, mənim nənəm mənə bizə nağıl danışardı, nəvələrinə nağıl danışardı. Biri vardı, biri yoxdu. Axırda göydən üç alma düşərdi. Məlik Məmməd olardı, Şahzadə olardı, Ağatlı oğlan olardı, Təpəgöz olardı. Nəsə belə sirlər dünyasına gedirdi. Nənəmizin səsi ilə, nəfəsi ilə, filanla, beşməkanla. İndi həmin nənə TikToka baxsaydı dərdiyarıdır. Mən axır vaxtlar nənələrin TikTokda oriental oynamağını görürəm ki, səs yığsın, nəsə yığsın, nəsə eləsin və bu nənədən nə gözləmək olar? Artıq nənələr qalmayıb, nənələr dodaq şişirdirlər, nə bilim, nə şişirdirlər. Çox qəribə də olsa bunu deyim, belə deyim də, bir 5 il, 10 il bundan qabaq mənim sosial şəbəkələrdə olan, dostluğumda olan insanları tanıya bilirdim. Bu budur, görəndə tanıyırdım. Bu yeni dövrdə mənim dostluğumda olan xanımları mən tanıya bilmirəm. Sadəcə adları fərqlidir, amma baxıram görünüş eynidir. Çünki müasir dövrün qaşları eyni, burun eyni, dodaq eyni, yanaq eyni. Eyni. Və bu eynilik bizi gətirib çıxardır inkubatorluğa və niyəsə görə xanım da deyəcəm, yararlısına da, yararsızına da bu eynilik bizim ömrümüzü, günümüzü, həyatımızı məhv eləməkdədir. Və bu da birbaşa televiziyalarda özünü büruzə verir. Artıq bilirsiniz necədir? Artıq mən də meyxana sevirəm. Meyxana Azərbaycanın dəyərli bir, belə deyək də, mədəniyyət cığırlarından birisidir. Çünki dünyada məsələn elə sənət növləri var ki, mən də məsələn tutaq ki, divar kağızı vura bilərəm, yerə parket vura bilərəm, daş qoya bilərəm. Mən bunu hamı eləyə bilər. Biri yaxşı eləyə bilər, biri pis eləyə bilər. Amma meyxana elə bir şeydir ki, bədahətən deyilən bir nəsə də ruhsal bir şeydir. Burada iti düşüncə, intellekt, savad, elm, mütaliə, bunlar olmalıdır ki, sən həmən bunu 2 saniyənin, 3 saniyənin içində deyə biləsən. Hərçənd ki, bu deyək, müasir dövrün şairləri bunu həzm eləmirlər. Düşüblər meyxana deyənlərin üstə ki, bu sənət dövr, bu filan dövr, bundan uşaqlar tərbiyəsizləşirlər. Xeyr. Heç kim tərbiyəsizləşdirə bilməz. Yalnız ana bətni uşağı ya tərbiyəli eləyə bilər, ya tərbiyəsiz eləyə bilər. Yalnız ata varlığı uşağı ya tərbiyəli eləyə bilər, ya tərbiyəsiz eləyə bilər. Əgər ata tərbiyəsizsə, öz tərbiyəsiz varlığı ilə ana bətninə bir tərbiyəsiz toxum ötürürsə və o da onu dünyaya gətirirsə, artıq onu heç kim poza bilməz.
Kimsə deyə bilər ki, bu tarix boyu belə olub. Bəli, olub. Tarix boyu əxlaqsızlıq da olub, geylər də olub, filanlar da, hər şey olub tarix boyu. Amma tarixdə bu cür əxlaqsızlıq indiki kimi özgüvən halında olmayıb. İndi rahatlıqla hamı həyat yoldaşı ilə olan hər bir münasibətini öz dostu ilə, qardaşı ilə, oğlu ilə, uşağı ilə analiz edə bilir. Gülməli bir şeydir, amma elədim bunu. Və bunu ilə biz hara gedirik? Və yaxud bunu ilə bizim mədəniyyətimiz hara gedir? Bunu ilə bizim televiziyamız hara gedir? Baxın saytlara. Baxın saytlara. Bir dənə normal bir bu dəqiqə gedim dünyanın hansısa bir böyük bir festivalında bir uğur qazanım gəlim, heç bir sayt bunu yazmayacaq. Ki, Azərbaycan mədəniyyətinə belə bir uğur oldu. Amma gedib böyük bir kino festivalda, teatr festivalında ayağım burxulub yıxılsam, bütün saytlar ondan yazacaqlar. Rəhmətli Tofiq Tağızadənin bir gözəl sözü varmış. O həmişə əlinə siqaret qutusunu götürərmiş. Yəni, Vaqif İbrahimoğlu'nun tələbəsi olub da. Deyərmiş ki, belə baxma, fırra daha sonrasını, burasını qurtdala filan. Ona görə bu mənim beynimdə yazılıb və mən heç nəyə bir tərəfdən baxmıram. Mən ona 1000 tərəfdən baxıram. Və yaxud mən ona 1000 tərəfdən baxmaq məcburiyyətindəyəm. Sən bir insana əxlaqsız deyə bilərsən. Mən ona əxlaqsız deyə bilmirəm. Mən deyirəm, əcəba bir dəqiqə dayan. Görək onu əxlaqsızlığa sürükləyən səbəb nədir? Onu əxlaqsız eləyən bir insan var, bir kişi var. Bir qadını gətirib ömrünün ən gözəl çağında onun həyatını qırıb tullayıb gedib başqa bir 15, 18, 19 yaşında başqa bir qızla yaşamaq eşqinə öz halalını atıb gedən bir varlıq var. Və bu əxlaqsız kişinin əxlaqsızlığı ucundan bir qadın əxlaqsızlığa getmək potensialının %99%-də dayanır. Əcəba gəl fikirləşək, əxlaqsız olan kimdir? Hamı deyir ki, ad çəkəcəm. Bütün Azərbaycan deyir ki, zaurlar, xoşqədəm, Azərbaycan xalqını tərbiyəsiz elədi. Sual verirəm, mən Kamran Yunus sualı verirəm. Məni niyə eləyə bilmədi tərbiyəsiz? Əcəba bəlkə zaurlar millətə güzgü salıb sizi özünüzə göstərirlər bəlkə. Mən daha çox belə duyuram. Millət, baxın, bu sizsiz. Bu güzgüdəki insan, bu güzgüdəki toplum, kütlə, millət nəsiz mən bilmirəm, amma bu sizsiz. Sizi sizə göstərir. Demirəm, bunlar Mirzə Ələkbər Sabirdilər, Mirzə Cəlildilər. Amma onu oxşayırlar. Mənə onun qoxusu gəlir. Siz busuz. Dəyişmək istəyirsiniz, lütfən dəyişin. Daha böyük olun, getməyin o verilişlərə. Qoy onlar görsünlər, siz getmirsiniz və onlar başlasınlar, belə deyək də, plankanı qaldırsınlar. Yox, siz eləmirsiniz. Siz o verilişə gedirsiniz, siz o verilişdə oturursunuz. Sizin onlara ehtiyacınız var ki, onların da sizə ehtiyacı var. Mən onları qınamıram. Televiziyada işləyən hər bir dostumuz, qardaşımız, əzizlərimiz, doğmalarımızın hamısının bu barmağı millətin nəbzində dayanır. Millətin deyək, toplumun deyək, kütlənin deyək, ona qərarı siz verin. Bax, nəbzindədir. Sən nə istəyəcəksən, mən sənə onu verəcəm. Giririk dükana, deyirik, mənə filan ver, filan ver, filan ver. O da çıxardır, onu verir. O sənin istəmədiyini sənə vermir. Əcəba bugün hansısa bir kanalda Fikrət Əmirovun bir baleti getsə, Qara Qarayevin bir simfoniyası getsə, ona mı daha çox insan baxacaq? Yoxsa Xoşqədəmin, Zaurun ya kimin verilişinə? Təbii ki, onların verilişinə. Kimə lazımdır Fikrət Əmirov?
Kimə lazımdır Qara Qarayev, Cahangir Cahangirov? Kimə lazım? Heç kimə lazım deyil. Burada da günah kimdədir? Günah yenə də gəlir çıxır mədəniyyətin üzərinə. Dünən 5 gün, 10 gün qabaq o bayağı komediyalar, bayağı satiralar, qurşaqdan aşağı satiralar. Çünki insanları güldürmək üçün hər cürə hədiyan, hər cürə ləkərlik, hər cürə tərbiyəsizlik eləyən komediyalar filanlar. Ad çəkməyəcəm, hamısı göz qabağındadır. Hamımız bunların adlarını bilirik. Dünən milləti öz tamaşaları ilə səviyyəsini, düşüncəsini aşağı salanlar bu gün durub televizor ekranda deyirlər ki, bu millət niyə belə tərbiyəsiz? Ay sən eləmisən bunu tərbiyəsiz. Sən bunu sən Azərbaycan tamaşaçısını tərbiyəsiz elədin. O qədər qatma qarışıq bir sistemdir. O qədər ara qarışıb məssəb bitib. Xoşum gələn bir misal var. İt yiyəsini tanımır. İtdən sadiq varlıq insan üçün ikinci yoxdur. Təmənnası sevən bir varlıq itdir. Görün, it yiyəsini tanımayanda dünya hara gəlib çıxıb yəni. Bax, bugün Azərbaycan mədəniyyətində it yiyəsini tanımır. Komediyalara baxıram. Əzizlərimdir, aşağılamaq istəmirəm. Əzizlərimdir, onlar məni çox istəyirlər, mən də onları çox istəmək istəyirəm axı. Elə doğmalarım var ki, baxıram deyirəm, sən orada nə işin var sənin orada? Sən oraya niyə getdin? Zaman-zaman Parniz Bakuların, komedixanaların, Bozbaş Pictures'lərin, əzizlərim, yəni bu şəhərdələrin Azərbaycan insanının düşüncəsinə vurduğu zərbə sağalmayacaq. Mən hamısını çox istəyirəm. Yəni mən Rəfaili nətər çox istəmiyim, mən Coşqunu nətər çox istəmiyim. Institutda bir yerdə oxumuşuq, əzizlərimdir, doğmalarımdır. Doğrudan çox istəyirəm. Onları da bəlkə də buna vadar eləyən kütlənin düşüncəsi olub. Biraz pul qazanmaq həvəsi olub. Yəni o da insandır, ailəsini dolandırmalıdır, ailəsini saxlamalıdır. Hamı məni kimi belə sənət filan, beşməkan deyib yaşaya bilməz ki, bir qarnı az, bir qarnı tox. Amma bu, mən 20 ildir bunu aşağı-yuxarı demişəm ki, bax bu komediyalarının Azərbaycan mənəviyyatına vurduğu zərbəni heç kim sağalda bilməyəcək. Bax, bugün qurşaqdan aşağı zarafatlar. Mən sadəcə bir sual verirəm. Hərdən bir rastıma çıxanda bu komediyalar, bir dənə onu yazıram. Bu oynadığınız komediyalara öz qızınızla oturub baxa bilirsinizmi? Öz ananızla bu zarafatları oturub baxa bilirsinizsə, mən təslim. Mən təslim. Amma mən sizin komediyalarınıza qızımla oturub baxmaram. Utanaram. Utanaram. Mən o komediyalarda olan xanımlardan utanıram. Mən onlardan utanıram. Çünki mənim Azərbaycan qadınım belə olmuyor. Mən Azərbaycan qadını deyəndə Şəfiqə Məmmədovanın timsalında Burla Xatun kimi qadın görmək istəmişəm. Mən Azərbaycan qadını deyəndə Məxluqə Sadıqovanın səsi gəlib mənim qulağımda bulaq verilişindən. Mən Azərbaycan qadını deyəndə Zərringar xanımı görmüşəm. Bir qəribə bir hiccəsi olub, bir qəribə bir həyasızlığı olub, amma onun içində bir xanım xatunluğu olub. Mən Azərbaycan qadını deyəndə Leyla Şıxlinska mənim gözüm qabağına gəlib əsmər kimi. Mən Azərbaycan qadınını anam bilmişəm, bacım bilmişəm. Mən onu anam kimi qorumaq, bacım kimi qorumaq istəmişəm hamıdan. Amma indi Azərbaycan qadını dırnaq içərisinə çıxır və mənə deyir, sən haranın kimisən ki, sən məni qoruyasan? O mənlə belə danışır. Sən də deyirsən, mən evimdə qız tərbiyə edirəm. Necə tərbiyə edirsən? Axı, o sənin evinə girir və səndən qabaq sənin övladını tərbiyə edir. Dırnaq içərisində. Bir veriliş də var, otururlar belə
bu bir sual verir, qız buna cavab verir və elə iyrənc cavablar verirlər. Belə baxıram, deyirəm, bu nədir? Bu kişi bu qıza nə sual verdi? Bunun cavabı belə deyək, podtekst ya podsoznательное ya bessazna, düşüncə altı və qeyri-düşünüksüzlük altında bunun cavabı bəllidir artıq. Çünki ikili, üçlü mənalı suallar verir və ona sonra bir başqa verilişdə çıxırlar abırdan, həyadan. Sən orada açdığın abır həyanı burada yuma bilməzsən. Niyə belə danışa bilirəm? Çünki mənim ustadım və böyük sənətkarlardan eşitdiyim, Poladovdan, Turabovdan eşitdiyim bir şey var idi ki, Allah qəni-qəni rəhmət eləsin. Yeganə komediya ustası idi ki, onun haqqında o söz eşitmişəm ki, Bəşir Səfəroğlu evindən çıxıb Muzkomediyaya gedəndə bütün şəhər açılarmış belə. Hamı çəkilərmiş divar dibinə ki, Bəşir Səfəroğlu gedir. O boyda hörmət, ehtiram, sayğı, dəyər Bəşir Səfəroğluya. Ondan sonra gələnlərin hamısı ilə rahatlıqla zarafat eləmək olub, lap əllə də zarafat eləmək olub. Bax, biz o Bəşir Səfəroğlu mədəniyyətini qoruyub saxlaya bilmədik. Bir var qol güclə, mənə söz deyənməzsən, onu bildik, başa düşdük, deyənmərəm. Abrıma bükülərəm, demərəm. Amma bir də var ki, Bəşir Səfəroğlu heç kimə deməmişdi, mənə söz deyənməzsən. Arıq, cılız bir möhtəşəm bir dağ idi. Mən bunu eşitmişəm. Bayaq siz mənə bir söz dediniz ki, sizə belə də zəng eləyə bilərdim. Qorxdum zəng eləyəm ki, birdən ehtiyat elədim. Bəli, ehtiyat eləyəcəksən. Ona görə yox ki, mən böyük bir adamam. Yox, mən bu mədəniyyətin sənətçisiyəm. Mən bu mədəniyyətin sənətçisiyəm. Hər istənilən adamın əli mənə çatmamalıdır. İstənilən adam istədiyi ki, mənlə zarafat eləyənməz, mən görmüşəm bizim aktyorlarla. Bir balaca hörmət eləyirsən, bir balaca belə eləyirsən, azcana belə əyil, tamaşaçının marağındadır burada gəlib oturmaq. Onu aşağılamaq. Hələ artistsən də, artist zat deyiləm. Mənim peşəm aktyorda, mən şəxsiyyətəm. Mən Bəşir Səfəroğlu kimi şəxsiyyətəm. Mən Fuad Poladov kimi şəxsiyyətəm. Mən Turabov kimi şəxsiyyətəm. Gənc, istedadlı Hikmət Rəhimov kimi şəxsiyyətəm. Mən bunu qol gücümlə, belə xox gəlməklə filanla yox, özümə hörmət eləməklə bu hörməti qazanıram və bu ləyaqətimi saxlayıram. Mən özümə hörmət edirəm. Mən özümə hörmət eləməsəm, sən mənə heç vaxt hörmət eləməzsən. Bugünkü mədəniyyətimiz özünə hörmət eləmir. Mən sənə niyə hörmət eləyim ki? Biz Azərbaycan mədəniyyətini qoruya bilmədik. Çünki estafet olaraq bizə çox dəyərli bir mədəniyyət verilmişdi. Çox böyük mədəniyyət verilmişdi. Üzeyir bəydən gələn Qara Qarayev, Fikrət Əmirov, Müslüm Maqamayev, Flora xanım Kərimova, Cahangir Cahangirov, Emin Sabitoğlu, Tofiq Quliyev, Oktay Ağayev. Gör necə bizim sərvətimiz var idi, Azərbaycan mədəniyyətimiz vardı. Mən heç kimin nahaqdan belə demirəm, o pisdir, yox. Sən yaxşı ol, mən səni tərifləyəcəm. Mən tərifləyəcəm səni. Yetər ki, sən yaxşı ol. Yetər ki, sən mükəmməl ol. Mən məsələn deyirlər ki, gənc nəsildən niyə bədii qiraətçiləri haqqında xoş söz demirsiniz? Ürəyimdə deyirəm ki, mən onun nəyini dəyərləndirim ki, hərəsində bir qüsur görürəm. Gəlirlər yanımda dururlar, bir də qayıdım ki, Kamran mənim, sən peşəkarsan da, 30 ildir bu sənətdəsən. Mənim nə çatışmamazlığım var, heç kim bu sualı vermir. Nə məsləhət verə bilərsən? Heç kim sual vermir. Hamı özünü ağıllı sayır, hamı onu istedadlı sayır özünü, hamısı. Bir dəfə, iki dəfə xoş söz deyirsən, birinci qapazı ondan alırsan, birinci sayğısızlığı ondan görürsən, yenə də sevgi ilə baxırsan, hörmətlə baxırsan, çünki bu mənim sənətçi əxlaqımdır. Demirəm mən böyüyəm, yox, mən böyük deyiləm, məndən böyüklər var. Mənim böyüklərim məni belə öyrədiblər. Amma uşaqlara baxıram,
bayaq dedim, bu ənlərə baxıram yeni yetişən uşaqlara. Səhnə danışığı yoxdur. Səhnə hərəkəti, səhnə mədəniyyəti, səhnə etikası, estetikası yoxdur. Güya ki, yeni dövrün belə, biz belə, nə. Dingillədim belə nə olacaq? Adam kimi dedim. Mən sənin ağzından çıxan sözlə səni tanıyıram. Sənin hərəkətinlə yox. Sən mənə sözünlə dəyərlisən. Hərəkətinlə, geyindiyin o açıq paltarlarınla, nəyi açıb, nəyi mənə göstərirsən? Milyon illərdir qadın həmən qadındır, kişi həmən kişidir. Sən mənə yeni nəsə göstərəcəksən? Yox. Nəyi açmısan, özünü qoymusan. Yəni, onu ilə sən nə qədər maraqlı olar? Ay mədəniyyətə gələn mədəniyyətsiz. Əcəba sən bu mədəniyyətsizliyindən mənə hansı mədəniyyəti verə bilərsən? Sən mənə çıx, gözəl bir mahnı ifa elə, mən deyim ki, ay maşallah. Rəşid Behbudovdan sonra qulağım bir gözəl səs eşitdi. Oqtay Ağayevdən sonra mənim qulağım bir gözəl səs eşitdi. Yəni, o da yoxdur. Kimi qınıyaq? Qınıyıram, televiziyaları qınıyıram. Amma insanımı da qınıyıram. Elə bil kütlə ilə televiziyalar, kütlə ilə saytlar, redaksiyalar filanlar əl-ələ verib Azərbaycan mədəniyyətini saldılar aşağı. Burada insanlar, toplum, kütlə televiziyanı suçlaya bilməz. Televiziyada insanları suçlaya bilməz. Necə ki, bir ailənin dağılmasında qadın günahkardır, kişi günahkardır, elə bir söhbət yoxdur, ola da bilməz. Əgər bir ailə dağılırsa, burada iki nəfərin ikisi də günahkardır. Demokratiyanı sevən insanam. Amma demokratiyanın anarxiyaya keçməsini istəmirəm, xoşlamıram. Azadlıq gözəl bir şeydir. Azadlıq kimin nə olduğunu insanlara göstərir. Mən bu illər, 20 il bundan qova deyirdim ki, bir qadının nə olduğunu bilmək istəyirsə ona azadlıq ver. O qadın azadlıqdan ya əxlaqsız olacaq, ya da elə qaldığı ləyaqətində qalacaq. Bizə azadlıq verdilər və bizim mahiyyətimiz çıxdı üzə. Bizim mahiyyətimiz buymuş sən demə. Sovet rejimi ki, qapalı bir rejim idi, qapalı bir sistem idi və bizi bax belə göstərirdi. Birdən-birə azadlıq aldıq və əsl mahiyyətimiz çıxdı üzə. Biz buyuq sən demə. Təəssüf ki. Və bunda mən onu deyim, çünki bu çox önəmli bir şeydir. Mən buradan müraciət edirəm, yəni əlaqədar orqanlara, strukturlara lütfən bir əxlaq polisi yaradaq. Əxlaq polisi olsun. Əgər biz əxlaq polisi yaratsaq, inandırım sizi, Azərbaycanda bugünkü Azərbaycana görə çox yaxşı gəlirli bir sahə olacaq o. Yaxşı orada pullar var. Çox yaxşı. Bir söyüş söyənə 200 manat cərimə, 300 manat cərimə, 100 manat cərimə. Baxaq o statusdan altında rahatlıqla söyüş yazan insanlar var. Bunu da televiziyalar eləmir ki. Bunu televiziyalar eləmir, bunu sənə vadar eləmir. Sən özün bu əxlaqsızlığın gəlsən, burada televiziyanın günahı nədir? Və xahiş edirəm, bir əxlaq polisi olsun. Sosial şəbəkələr dəyərsiz, mənasız, user, klon, mlon, tıkom, bugün, şikin, pikin adlarla olmasın. Hər kəsin öz adı ilə bəlkə olsun. Bəlkə də bu mümkündür, amma bu əxlaqsızlığı yazan insanı tapmaq Azərbaycan dövlətinin, Azərbaycan hökumətinin əlində 2 saniyəlik bir şeydir. Bunu tapsınlar və bunu cərimə eləsinlər. Çünki bunun yazdığı bu təhqiri düzdür, onun anası da, bacısı da, bütün sevdikləri də oxuyur. Amma mənim günahım nədir ki, mənim əzizlərim də bu söyüşü oxumaq məcburiyyətindədirlər. Bu öz cəzasını alsın, çünki bu mənim evimə girir. Mənim balamın nə günahı var ki, bu söyüşü oxumalıdır buradan?
Bir sənətçi yaxşı ola bilər, pis ola bilər, zay ola bilər. Mən deyirəm ki, bu çox qeyri-peşəkar müğənnidir. Pozğundur, bəyəmirəm, amma bunu durub ən iyrənc söyüşlərlə söyməyə kim sənə haqq verir? Ey Azərbaycan millətinin fərq eləmir hansısa bir nümayəndəsi. Kim sənə haqq verir ki, sən məni təhqir eləyəsən? Ona heç kimin haqqı yoxdur. Bunu da televiziyalar eləmir ki. Bunu da belə deyək də filan kəs eləmir ki. Bunu sən eləyirsən. Sən onu suslayırsan, o səni suslayır. Niyə? Çünki arada eşq yoxdur. İnsanlar bir-birlərini sevmirlər artıq. Sevmirlər. Bir doğma adamımı bu gün səhər həkimə apardım klinikaya. Klinikadan çıxdıq, taksi sifariş verdik. Taksi 2 dəqiqəyə gələcəkdi. 2 dəqiqənin içində 4 dənə adam bu ona belə getdilər. O birisi, bu birisi. Mən gördüm ki, Allah, şəhərdə nətər aqressiya var. Şəhərdə necə sevgisizlik var. Şəhərdə necə nifrət var. İnsanlar nə qədər bir-birlərini sevmirlər. Bilirəm, gerçəklik bizi gətirib bu iyrəncliyə gətirib çıxardıb. Bəs biz? Bəs biz? O uşağın saçına sığal çəkmək bu qədər mi çətindir? Sizlə xoş danışmaq bu qədər mi çətindir? Əcəba elə bilirsiniz, mənim problemim yoxdurmu? Mənim içimdə vulkanlar partlamırmı? Siz nə bilirsiniz, mən bu gün evə gedəndə çörək almağa pulum var ya yoxdur? Söhbət gileylənməkdən heç kimin için bilmir. Amma böyülük içindəkiləri açıb belə, bunda mənim dərdim var, gözlərim aydın sənin dərdin var, dərdin var, ged evində çək. Bizim də dərdimiz var. Amma bir insana sevgini vermək bu qədər mi çətindir? Bir insanın üzünə təbəssümlə, bir gülümsəyişlə, bir xoş söz yazmaq, xoş söz demək bu qədər mi çətindir? Dualizm deyilən bir şeylər var, dualizm deyilən bir anlayış var da, ikili sistem. Ambivalentliyi də deyirlər, dualizm də deyirlər. Evində arvadına can deməyən sosial dünyada minə can deyir. Bunu da mı televiziyalar eləyir? Öz həyat yoldaşına bir gül bağışlamağı özünə belə, mən kişiyəm, mən gül daşımıram, amma bunun artığına milyonlarla pul xərcləyə bilirsən. Niyə? Şəhid övladlarını bilirəm futbolda çıxartmaq, uşaq gəlsin, top vursun. Bildiyi bunlar gözəl bir şeylərdir. Onun ehtiyacı yoxdur. Onun gözəl çantaya ehtiyacı var. Onun səhərlər yeməyə yağa ehtiyacı var, pendirə ehtiyacı var. Axı ehtiyacı var onun. Bəlkə də hansısa qazilərə yaxşı baxırlar, hansılarsa necə baxırlar bilmirəm. Mən heç kimi işini də suslamaq istəmirəm, amma deyirəm ki, sevgi vermək lazımdır. Birinci şəhid ailələrimizə. Birinci şəhid ailələrimizə. Başımızın tacı da olardı. Bizim hər şeyimiz olardı. Sosial şəbəkədə şəkillərin qoyub yazma yox, bunu bəyənməyən ermənidir, o yox, o başqa şey. O hansısa bir vicdansızda özü üçün bəyənmə, like yığmaq istəyir, sadəcə şəhidləri, qaziləri əlində belə əsas tutur. O heç, o zatdır. Bazar adamıdır, o heç, onu qoy kənara. Şəhid. Onlar bizim alnımızdan öz qanları ilə, onlar bizim alnımızdakı söyüşü sildilər. Qazi ailələri. Biz evimizdə oturub, yiyəndə, içəndə,
tullananda, düşəndə onlar iki ayaqsız qaldılar. Bir ayaqla qaldılar, gözsüz qaldılar, qolsuz qaldılar. Biz millət olaraq onlara əl, ayaq ola bilmək əvəzinə biz başladıq. Buna like qoy, ona mic qoy, buna zayk qoy. Sənin yox. Onların qapısını döy həmin günü. Nəsə apar, çək göstər. Bəziləri sağ əlini elədiyin sol əl görə, ədə göstərir, əcəb eləyir. Sən də elə, sən də göstər. Bax, budur bizim mədəniyyət. Əslində bu olmalıdır bizim mədəniyyətimiz. Bu mədəniyyət yoxa çıxdı bizdən. Amma bu bizdə var idi. Bizdə bu var idi. Mən görmüşdüm, mən uşaq olanda mən bunu doğrudan görmüşəm. İndi o yoxdur. Və bu mövzunu belə deyək də uzun uzatmaq olar. Hara kimi uzatmaq olar. Kimsə sabah buna baxar, deyər ki, Kamran müəllim aləmi qatdı bir-birinə, elə bir borç oldu. Nə sabah belə bilsən, paytaxt salatı kimi hər şey oldu. Bəli, bugünkü bizim gerçəkliyimiz bax belə qatma qarışıqdır. O məşhur bir misal var, at izi it izinə qarışıb. Bugün həmin durumdur. Kimdir mədəniyyət insanı, kimdir mədəniyyətsiz insan? Çünki mədəniyyətli efirə yol tapa bilmir, mədəniyyətsiz efirdə at oynadır. 3-4 bir həftədir Azərbaycan teleməkanının probleminə bax. Bu mənim üçün ayıbdır, amma bunu deyəcəm. Bir ayda Azərbaycan televiziyası həll eləyə bilmir. Nəfəs Şahnaz təslini oxuya bilər, oxuya bilməz. Gör Azərbaycan mədəniyyətinin probleminə bax. Gör nə günə qalmışıq. Gör nə günə qalmışıq ki, bir dənə qızcığaz, bir dənə də orada bir kimsə, adını da bilmirəm, bilməyi də istəmirəm. Bu deyib ki, oxuya bilər, o deyir, oxuya bilməz. Və böyük sənə xalq qarşısına gətirirlər ki, sən məncəm axsaq qalsan, da xalq qarşısına oxuya bilər, oxuya bilməz. Bir ayda analizlər tapa bilmirlər. Sən bu mədəniyyətdən nə gözləyirsən? Və yaxud sən bu mədəniyyətsizlikdən nə gözləyirsən? Ayıb deyə. Təkcə bu olsaydı dərdiyarı idi. Və bunun kimi onlarla nələrsə, mənim nə indiki müğənnilərlə qəsdi qərəzim var, neysə onlar məni tanımırlar, nə mən onları tanımıram, tanımaq belə istəmirəm. Müğənnilər o qədər belə irəli gediblər, artıq bəziləri avtoritet olublar, adamla belə danışırlar, söyüşlə, filanla, budur mədəniyyət. Budur mədəniyyət və təəssüf ki, bizim insanımız da bundan zövq alırlar. Bugünkü gündəmdə olan Azərbaycan mədəniyyətinə Allah rəhmət eləsin. Kaş ki, bu mədəniyyət, bugün gündəmdə olan mədəniyyət öləydi və yeni bir doğrudan böyük bir mədəniyyət var olaydı. O mədəniyyət ki, bizə Müslüm Maqamayevdən, Rəşid Behbutovdan, Oktay Ağayevdən, Qaya qrupundan bizə əmanət qalmışdı. Mən hər il yeni il şənliyi olanda otururdum televizorun qabağında və mən gözləyirdim balışı. Gözləyirdim ki, bu günləri Polad Bülbülov çıxacaq və yeni il şənliyində buradan sizin qapıyədək elçilərim düzü onu oxuyacaq. Qaya çıxacaq, ey həyat sən nə qərib onu oxuyacaq. Müslüm Maqamayev çıxacaq, Zibeydə oxuyacaq. Biz bunu ilə böyüyən adam idik. İndikilər çıxıb nə oxuyacaqlar? Çıqqı. Nədir? Bu mədəniyyətdir. Bu mədəniyyətdə olan mədəniyyətsizlikdir. Mən bu mədəniyyətsizliyə nifrət edirəm.
və bu mədəniyyətdə mənim yerim yoxdur. Mən buna görə də şükür edirəm.